Salam aleyküm, hər vaxtınız xeyir olsun. Sürdüyün avtomobildən asılı olmayaraq hər hansı bir avtomobil sürürsənsə və avtomobilinə yağ azalma varsa, videoya axıra qədər baxın, mən sizə izah verəcəm. Yağ necə, nə cür, hardan azaldır. Deməli, hazırda söktüyünüz avtomobil Hyundai Elantra'dır. 2017-ci il 1.6 turbo mühərrik. Yağ azalmasına görə sökmüşük bunu. Yağ azalma ümumiyyətlə avtomobildə 4 nöqtədən ola bilər. 4 nöqtədən yağ azalma ola bilər. Birinci növbədə avtomobil əgər turbo mühərriklə təchiz olunursa, turbodan yağ azaldır bilər. Turbodan yağı necə azaldır? Deməli, qardaş, turbo nə üçündür? Biraz yaxınlaş. Turbo nə üçündür? Turbo olsun ki, çöldən havanı alsın, Porsche'nin başına versin, yanma kamerasına və avtomobilin gücünü artırsın. Turboda mütəmadi olaraq yağlanmalıdır. Yağlanma olmayanda turboda turbo valı qırılır, dağılır, sıradan çıxır. Ona görə bu pasiyanı yağla işləyir. Və onun valında mı, saniklərində mi, hər hansı bir hissəsində yiyinti olanda, hansı ki turbo buradan havanı çəkir, yanma kamerasını ötürür. Hava ilə bir yerdə oradan yağ sızıntıları Porsche'nin başına verir və yağ yandırır, kuşter vasitəsilə çıxır çölə tüstü verir. Yağ azalmanın birinci növbəsi budur. İkinci növbəsi, əgər membran varsa sizin avtomobilinizdə, membrandan da yağ azalma verir. Membrandan necə yağ azalma verir? Membran əlavə qazların yandırılması üçün bu krişkanın üzərində yerləşir. Bu krişkadan da əlavə qaz verir hava kollektoruna, burada kollektor olur. Kollektordan da gəlir Porsche'nin başına, oradan da kuşterə. Eyni vəziyyətdə hər biri. Bunda da membranda da yağda sızıntı olanda o da eyni vasitə ilə hava kollektoruna daxil olur, hava kollektorundan yanma kamerasına, yanma kamerasından da tüstü vasitəsilə kuşterdən egzozlanır, çölə gedir. Üçüncü, klapan saniklərindən olur. Klapan saniklərdə nədir? Bu qalovkanın bu hissəsində olur, raspirvallar var. Raspirvallar işlədikdə zajqan ilə üzəlir, belə deyim mən sizə, yəni ikisində də aşağı, ikisində yuxarı olur. Bu zamanda klapan aşağı yuxarı hərəkət edir. Onun da boğazında sanik var. Sanikdə yiyinti olanda və yaxud sanik quruyanda, klapan hansı hərəkət edir, hərəkət edən zaman yağı yenə də bir qayda olaraq Porsche'nin başına verir, yağ azalma meydana gəlir. Dördüncü Porsche'nlərdədir. Porsche'lərdə 3 dənə koysadan ibarətdir. Yağ koysası, hava koysası, su koysası. Hava koysasında, yağ koysasında yiyinti olanda Porsche'nin gilizin içərisindən aşağı düşür, yuxarı qalxır, hərəkət edir. Gilizlərdə mütəmadi olaraq yağlanmalıdır. O koysalarda yiyinti olanda gilizləri yağlamaq üçün orada olan yağ koysadan keçir yuxarı, yenə də gəlir Porsche'nin başına, yenə də yağ azalma baş verir. Yəni, deməyim odur ki, əgər avtomobildə yağ azalma varsa, bunu başqa yollarla aradan qaldırmaq mümkün deyil. Sən bu avtomobil 5000 kilometre 3 litrin üzərində yağ azaldır. Buna götürüb 15-40 da töksən, halbuki qəti qadağandır. 5-20, 5-30, maksimum 5-40 yağlarından istifadə edə bilərsən, o da sintetik yağ olmalıdır. Mineral yağ olmaz buna. Hətta 15-40'ı belə töksən, bu avtomobilin daxilində problem varsa, sadladığım hissələrin hər hansı birində yenə də yağ azalma baş verəcək. Ona görə də çalışın birinci növbədə avtomobili elə qulluq edin ki, yağ azalma olmasın, sizi artıq xərcə salmasın. İkinci növbədə də artıq qulluq eləməmişsə, bu yağ azalma baş verirsə, hər hansı istədiyiniz bir serizə, güvəndiyiniz, tanıdığınız yerə yaxınlaşın, avtomobilin yağ azalmasını aradan qaldırın, elə idarə edin. Çünki yağ azalma biraz da daha çox olsa, koysalarda daha çox yiyinti olsa, artıq o başlayır gilizlə Porsche'nin bir-birinə sürtməyə, gilizi yiyir, Porsche'nin yiyir, hətta Porsche'nin qırılmasına qədər gətirib çıxardır. Sağ olun.